Salam əziz dostlar, kimlər ki yatırımsız internetdə pul qazanmaq istəyir, bu video məhz onlar üçündür. Videonu tam olaraq axıracan izlə ki, başa düşəsən ki, burada nə etmək lazımdır. Əslində çox sadə bir şeydir. Mən sadəcə olaraq videoda hər şeyi A-dan Z-yə izah edirəm ki, sizin üçün asan olsun. Bunun üçün ilk növbədə dostlar 1000x proqramını tapırıq və yükləyirik. Yüklədikdən sonra biz qeydiyyat keçirik, amma qeydiyyat keçidində mütləq şəkildə referral kod deyilən bir şey var ki, bunu istifadə edirik ki, bizə kupon verilsin. Sizdə ekranda qeydiyyat keç düyməsi gələcək burada aşağıda. Qeydiyyat keç düyməsini vurandan sonra sizdə belə bir bölmə açılacaq. Siz telefon nömrəsinə də qeydiyyat keçə bilərsiniz, amma məsləhət görmürəm. Məsləhət görürəm ki, email ilə qeydiyyat keçin və mütləq şəkildə bu hissəni açın və bura mütləq şəkildə referral kod daxil eləyin. Məhz bu referral kod da məhz sizə imkan verəcək ki, siz pulsuz, yatırımsız kuponlar əldə edib, həmin kuponlarla pasiya açıb qazanc əldə eləyə biləsiniz. Təbii ki, bu hissəyə 366 237 25 yazırsınız və bu artıq belə deyək də bir növ kuponu əldə etmiş kimi sayılacaqsınız. Qeydiyyat keçdikdə artıq siz mənim referalımsınız və mənim referallarıma da aiddir bu xoş gəldin kuponu, hansı ki sadəcə KYC keçməklə əldə edirsiniz. Və burada emailinizi yazırsınız. Məsləhət görərdim ki, bu kodu yazdıqdan sonra email ilə məhz qeydiyyat keçsin. Yəni məsəl üçün flankasov@gmail.com. Bu Google-u vurub qeydiyyat keçməyin. Daha sonra parolla falan probleminiz ola bilər. Ona görə də emailinizi yazaraq qeydiyyat keçirirsiniz. Mən indi emailimi daxil edirəm və qeydiyyat keçmə düyməsi bax burada göy rəngdə olacaq. Onu vuraraq qeydiyyat keçirəm. Bu videoda əsasən heç bir yatırım tələb etmədiyi üçün sizin hansısa bir risk daşımırsınız və xatırladıram ki, siz gələcəkdə belə birjalara girib tradinglər edib, futures trading edib və yaxud spot trading etsəz də bu riskli yatırım sayılır. Ona görə də məsləhət görərdim ki, hələ ki ilk öncə belə məsələlərdə bir özünüzü sınayın və baxın, həmçində bacarsınızsa pul qazanın və özünüzə müəyyən məbləğ götürün. Və təbii ki, bu çətin bir şey deyil, asan bir şeydir və baxacağıq nədir, nə deyil. Mən öz Gmail belə deyə də e-poçtumu, elektron poçtumu yazdıqdan sonra, referral kodu yazdıqdan sonra registrasiya düyməsini vururam, yəni qeydiyyat keç düyməsini vururam. Mənim emailimə gələcək 6 rəqəmli kod. Həmin 6 rəqəmli kodu mən baxın növbəti xanaya daxil edəcəyəm. Hal-hazırda bu xanaya 6 rəqəmli kodu mən götürürəm öz emailimdən. Gözləyək ki, emailimizə kod gəlsin. Deyəsən gəlib və budur, bizim emailimizə kod gəlib. Mən kodu götürürəm. Sadəcə kopya edirəm və bura daxil edirəm. Bununla da biz artıq kodu daxil etdik. İndi isə parol bizdən istəyir. Mən özüm sadə bir parol qoyacağam bura. Məsəl üçün Bitcoin 2026 məsəl üçün @ məsələn. Yəni deyir ki, belə bir kod. Mən özüm üçün belə bir kod daxil edirəm və zaregistrasiya düyməsini, yəni qeydiyyat keç düyməsini vururam. Bundan sonra biz artıq qeydiyyat keçdik, bizdə hər şey okeydir və biz verifikasiya keçirik. Verifikasiya keçmək üçün sizin 18 yaşdan yuxarı olan vəsiqəniz olmalıdır. Əgər siz 18 yaşdan aşağısınızsa bunu eləyə bilməzsiniz. Vurursunuz düyməni və verifikasiya düyməsini keçirsiniz. Məhz verifikasiyanı keçəndən sonra sizə artıq kupon gələcək. Bu kuponun nə olduğunu, necə olduğunu indi biz yenə də baxacağıq qabaqda. Burada bizdən nə tələb edəcək qeydiyyat keçən zaman, verifikasiya keçən zaman? Şəxsiyyət təsdiq edən любой bir sənəd, istər xarici pasport, istər bizim normal şəxsiyyət vəsiqəsi və təbii ki, face control, yəni üzvünüzü görəcək. Davam etmə düyməsini vurursunuz, burada seçirsiniz. ID karta, yəni şəxsiyyət vəsiqəsidir, pasport, pasportdur, bu da ki, sürücülük vəsiqəsi. Hansı varsa sizdə ondan da qeydiyyat keçirsiniz. ID karta seçib davam eləyə bilərsiniz. Mən hal-hazırda artıq bu birjada olduğuma görə etməyəcəm və siz növbəti proseslərin, yəni çox da çətin olmadığını zaten özünüzdə görəcəksiniz. İndi isə biz gəlin girək baxaq birjada nələr var, nələr yox. Biz nələrə diqqət etməliyik və biz necə qazana bilərik. Və dostlar, siz KYC prosedurunu, yəni sənəd təsdiqlənmə prosedurunu keçdikdən sonra sizdə baxın bu bölümdə burada voucher, yəni hissəsi olacaq. Bunu təbii ki, biz ingilis dilində də eləyə bilərik bu proqramı. Gəlin ingilis dilini burada yerləşdirək ki, ingilis dilində daha rahat olacaq. English eləyirəm ki, yəni sizdə də varsa girib buradan ingilis dilində eləyin. Zaten mouse çox yekədir və yetərincə görünür ki, nələr, hansı düymələri sıxırıq burada. Və burada baxın bu düyməni vururuq. Bizdə görəcəksiniz ki, burada voucherlər var. Məndə 4 dənədir. Çünki mən əlavə olaraq 50 dollar balansı artırıb sonra pulu çıxarmışam, çəkim eləmişəm və mənə əlavə voucherlər verib. Amma siz bunu etməyə də bilərsiniz. Zaten bizim videomuz əsasən yatırımsızdır. Yox, əgər sizin 50 USDT yatırım eləyib, sonra zaten pul özünüzdür, çıxarda bilirsiniz. Etmə imkanınız varsa eləyə bilərsiniz. Əlavə sizə voucherlər verəcək. Həmçində baxın burada girib hər gün check-in eləyib, baxın belə check-in eləyib, əlavə voucherlər də əldə eləyə bilərsiniz. Hətta sabahda birisi gündə prov eləyib, yenə də baxın görürsünüz müəyyən voucherlər əldə eləyib, yenə də trade etməyə davam eləyə bilərsiniz. Heç bir yatırımsız. Yatırımlı voucherlər də var, amma yatırımsızlar da var. Və bundan sonra sizdə burada ola bilsin ki 10 dollarlıq, ola bilsin 15 dollarlıq voucher olacaq, hansı ki use, yəni istifadə etmək olacaq. Bunlar unlock olmalıdır. Görürsünüz, mənə deyir ki, burada
10 dollarlıq futures trade elə ki bunu qazanasan, amma bu bizə lazım deyil hələ. Biz hələ ki bax bunu eləyirik. 100 düyməsini vursaq məndə hal-hazırda, yəni yeri gəlmişkən hal-hazırda məndə baxın uşaqlar dostlar. Məndə hal-hazırda açıq order var. Bu daha öncəki kuponumdur mənim. Və görürsünüz 12 sent burada xeyir var. Yəni 10 sent xeyir var. Mən bunu hələ ki bağlamıram. Gözləyəcəm ki ta ki haçan burada normal xeyir olacaq, izləyəcəm. Xeyir olanda bağlayacağam. Hər bir voucherin ömrü 24 saatdır. Siz 24 saatın içində baxmalısınız. Gələn qazancı yaxşı vaxtda, yəni məsəl üçün 2 saatdan sonra girdiniz, gördünüz ki orada 5 dollar, 15 dollar gəlir var, qazanc var, dərhal pozisiyanı bağlayın. Burada mən bax 100 düyməsini vuranda mənə deyir ki, bəs yəni şərtləri deyir, bir dəfə istifadə oluna bilər, bağlasan sonra açan biləcəksən. Yəni bir dəfə açırsınız bunu. 100 eləyirəm. 100 etdikdən sonra dostlar, baxın, bizdə burada məndə hal-hazırda pozisiya olduğuna görə mən aça bilməyəcəm, amma göstərim nədir? Baxın, burada coin'in adını soruşur. Hansı coin'ini açmaq istəyirsən? Bitcoin üzərindən də aça bilərsən. Üstünə vurub bax, bu spisokda, yəni bu siyahıda olan coinlərdən aça bilərsən. Ethereum üzərindən də aça bilərsən. Və açanda da bilməlisən ki, qiymət yuxarı gedəcək, yoxsa aşağı gedəcək. Bunu bazara baxıb, qrafika baxıb da təqrib eləyə bilərsən. Belə ürəyin istəsi deyilir. Çünki sən burada etkin yoxdur, sən sadəcə olaraq belə deyək də 10 dollarlıq marjindən 5x atırsan, bu 50 dollarlıq pozisiya deməkdir. Baxın, pozisiya value 50 dollar. Long vursan o deməkdir ki, Ethereum-un yuxarı qalxacağını deyirsən, short vursan aşağı düşəcəyini deyirsən. Xatırladıram ki, futures trading ümumiyyətlə çox riskli bir tradingdir və mən sizə real pulla, yəni cibinizdən qoyub pul qoyub burada trade eləməyi çox da məsləhət görməzdim. Çünki zaten siz əgər bu videoya baxırsa yeni bir insansınız. Sadəcə olaraq pozisiyanı bunu elədiniz, bonusunuzu götürdünüz, hər gün girin orada check-in eləyin, bonuslarınızı götürün. Yəni siz hər gün girib check-in eləyib müəyyən bonuslar əldə edə bilərsiniz. İstər pozisiya, yəni belə futures açmaq bonusu və digərləri. Long ya da short, yəni yuxarı qalxacaqsa long, aşağı düşəcəksə short. Mən məsəl üçün short vururam, indi aça bilməyəcəm çünki mənim artıq pozisiyam var. Yəni məndə 2 dənə kupon var idi. Biri xoş gəldin kuponudur, hansını ki açmışdım. Biri də belə deyək də 50 dollar yatırıma görə verən kupondur. Sizə sadəcə bir dənə kupon verəcək, xoş gəldin kuponu. 15 dollar da ola bilər, 10 dollar da, 50 dollar da, yəni 100 dollar da ola bilər, onu bilmirəm. Hər yer bir cür düşür. Və gördüyünüz kimi hal-hazırda bizim pozisiya nə edir? Burada dayanıb. Mən bu pozisiyanı niyə bağlamaq istəmirəm? Bağlamaq istəmirəm ona görə ki, burada hələ ki gəlir yoxdur. Görürsüz, hələ ki bir şey yoxdur. AVAX-a açmışam və AVAX-ın qiyməti təbii ki, bax, qrafika baxaq. Biz qrafika izləyə bilərik. AVAX-ın qiyməti biraz yaxşı yerlərə gəlsə, mən pozisiyanı bağlayıb xeyri götürə bilərəm. Pozisiyanı bağlamaqda asandır. Burada sadəcə flash close düyməsini vurursunuz və bununla da pozisiya bağlanır və sizin artıq belə deyək də burada futures balansınızda olacaq həmin coinə. Transfer eləyib spota ata bilərsiniz. Spotdan da istənilən cüzdana BP20 ən nə ilə istəyirsə çıxarda bilərsiniz. Burada ən ucuz çıxarmaq üsulları var. Ən ucuz çıxarmaq üsulları məhz Ton blockchain-nə gördüm burada. Baxaq görək hansılardır. Ton blockchain-nə ucuzda çıxarmaq, Aptasa ucuzda çıxarmaq, Arbitrum One Binance Smart Chain-lə çıxarda bilərsiniz. BP20 ilə 15 sent komissiyalarını çıxarda bilərsiniz. Belə dostlar, yəni hər gün girib check-in eləyib, yəni baxın burada girib hər gün reward haba check-in eləyib ya da müəyyən orada tapşırıqları yerinə yetirib heç bir yatırım etmədən check-in, yəni bunu eləyib bonusları götürə bilərsiniz. Mən artıq baxın gördüyünüz kimi bonusları götürdüyümə görə məndə görürsüz baxın burada hələ ki yeni bonuslar vermir. Sadəcə olaraq yazır ki, yəni hə yaxşı elədin, okey. Yeni bonuslar vermir məndə hələ. Çünki məndə artıq götürülüb bonuslar var. Burada bonuslar baxın görürsüz bunu unlock eləsəm deyir ki 800 dollarlıq futures tradingi elə, bunu götürmək üçün 10 dollarlıq futures trading elə və s. belə şərtlər qoyur. Mən də təbii ki, real pulla iş görmürəm hal-hazırda və sadəcə olaraq sizə bunu göstərirəm. Təbii ki, kimlər bacarırsa onlar eləyə bilər. Amma yox, bacarmırsınızsa bu sahədə daha çox məlumat toplamağınızı məsləhət görərdim. Ondan sonra artıq qərar verin ki, trade eləyəsiniz yoxsa yox. Ümumiyyətlə bu birjadır və burada sizin qazandığınız, yəni müəyyən məbləğində itmə şansı yoxdur. Mən hal-hazırda görürsünüz, depozit eləmişəm və sonra çıxarmışam pulu. Yəni kuponları götürmək üçün depozit eləmişəm, çıxarış eləmişəm, bunları eləmişəm, hər şey qaydasında və hər şey yerindəcə sürətli baş verib. Yəni hər şey necə lazımdır həyata keçib, problem yaşamamışam. Gördüyünüz kimi baxın burada 51 dollar giriş eləmişəm, 6 dollar bir çıxmaq və 44 dollar bir çıxmaq çıxarmışam. Beləliklə dostlar, həmçində siz yatırımsız da burada pul qazana bilərsiniz. Videomu bəyəndisə like eləyin mütləq şəkildə, öz fikirlərinizdə rəy bölməsində yazın. Problem olsa bizim Telegram qrupa, videonun altında Telegram qrup var. Ora qoşulub suallarınızı verə bilərsiniz.